Ayten xanım, bugün bayram atmosferindəyik, əhval-ruhiyyəsindəyik. Sizin də sabahki bayramınızı təbrik edirik. Çox sağ olun günlər içində. Bugün biz istədik ki, kişi və qadın beyinlərindən danışaq və elə ilk sualım da sizə gələn kimi onda nəfəs-nəfəsə ilk o sualı verim. Xanımlar üçün həmişə deyirlər ki, xanımlar çox danışan olur belə, elə çox, necə deyirlər, tələbkar olurlar. Kişilər isə daha sakit. Ümumiyyətlə, tibbdə belə bir şey varmı? Qadın və kişinin beyni arasındakı fərq? Sabahınız xeyir olsun. Bir daha təbrik edirəm bütün xanımları, bütün anaları. Bugün əslində gözəl bir günə təsadüf edir görüşümüz Səməyə xanım. Əslində psixiatriya cəmiyyətimizdə hər zaman diqqət tələb edən və biraz da stigmatizasiya obyektinə çevrilən bir sahədir. Kişi və qadın psixologiyasını nəzərdə götürsək, ümumiyyətlə kişilər hər zaman həm cəmiyyətimizdə kultural olaraq, həm ümumi psixologiya tərəfdən hansısa bir hadisələrə, istər stressə, istər depressiyaya qarşı davamlılığı və münasibəti tam fərqlidir. Qadınlarda isə tam fərqlidir. Ümumiyyətlə götürdükdə isə qadınlarda və kişilərdə bir beyin olaraq fərqli bir reaksiya verilir hadisələrə qarşı. Adətən kişilər stres anında, depressiyaya düşəndə necə bir tablo yaradır? Yəqin ki, hər birimiz bunu bilirik. Kişi daha çox sakit olur, öz sığınağına qapanır, özünə qapanır, kənardan daha təmkinli görülür, düşüncəli görülür. O problemini və öz daxili aləmi ilə çək-çevir etməklə, götür-qoy etməklə, özü ilə bölüşməklə və yaxud da ki, ən daha səssiz yaşayır. Bəli, daha səssiz yaşayır və yaxud da hansısa bir dostu ilə bölüşə bilər, daha təmkinli olur. Və bu depressiya müddətində kişilər əsəbləşdikdə, qıcıqlandıqda daha çox onu qəzəb coşmalarından, vurub sındırıb dağıtmaqla, bir həyəcanla, gərginliklə, daha çox davranış reaksiyaları ilə ifadə etmiş olur. Və ona görə də adətən bunlar kənardan bir aqressiv tablonu xatırladır. Amma qadınlar isə zərif məxluq, incə məxluq olaraq hər zaman adlandırılır. Qadınlarda isə ümumiyyətlə hansısa bir depressiyanın da, istənilən psixiatrik xəstəliklər zamanı qadınlar tam başqa bir tablo xatırladır. Ağlayır, öz rəfiqəsi ilə bölüşür, çox danışır. Hətta kənardan bəzən yoldaşı da deyir ki, müayinəyə gətirərsə, deyir doktor o qədər deyingən olub ki, yəni çox danışqan olubdur. Yəni hər şeyi, hər bir detaldan belə xırdaçılıq etməyə meyilli olur. Və buna görə də ki, qadınlar daha həssas yanaşır hadisələrə qarşı. Emosional olurlar. Daha emosional olurlar, bəli. Ayten xanım, ümumiyyətlə, bayaqdan xanımlarımızın əksəriyyəti yazıb ki, yəni mən neçə illik evliyəm, 14 il, 15 il və s. Amma həyat yoldaşım heç vaxt, heç doğum günündə belə, yəni dilimlə dedikdə yadına düşür və məni təbrik edirlər. Bax, bu hal niyədir? Sanki kişilər biraz o sevgilərini göstərməkdən də acizmi qalırlar ya da bunu bəlkə ola bilsin bəzi kişilər özlərinə sığışdırmırlarmı? Çox gözəl bir sual ünvandadır. Psixiatriyada ümumiyyətlə cəmiyyətimizdə də müxtəlif şəxsiyyət tipləri var. Bu həm kişilərdə, həm qadınlarda belədir. Bəzi narsist şəxsiyyət var, anakarst var. Yəni ümumiyyətlə insanların hansısa bir hadisələrə verdiyi cavab reaksiyası xarakteroloji onun cizgisindən, bir də şəxsiyyət tipindən önəmlidir. Bəli, bəzi kişilər təbii ki, daha bu hadisələrə soyuqqanlı yanaşmağa meyillidirlər. Hansısa bir təbrik olsun, 8 mart olsun, doğum günü olsun. Yəni, qadınların özəl bilib və daha həyəcanla gözlədiyi anı kişi daha soyuqqanlı yanaşa bilər. Təbii ki, qadının da, qadın olaraq hansısa bir kişidən, ətrafından, həyat yoldaşından, sevdiyi bir insandan, atasından, qardaşından bu hədiyyəni ummaq və gözləmək, bu psixoloji baxımdan bunun da tarixi keçmişə qayıdır. Əslində, qadın niyə gözləməlidir? Bu sualı verməliyik. Qadın niyə kişidən hədiyyə ummalıdır? Və yaxud da ki, biz kişilərin qarşısında niyə bir zərif, incə məxluq kimi və hədiyyə gözləyən bir psixologiyada görünməliyik? Bunu da biz özümüz yaratdıq, biz qadınlar yaratdıq əslində. Belə deyək ki, tarixi tərəfdən baxsaq, elə bugün sabah 8 mart günüdür, bugün 7 martdır. Bugünü belə artıq sabah üçün kişilər də bunu belə bir, bəziləri sanki məcburiyyət qarşısında, bəziləri sanki görəsən nə alım deyə, hər bir şeyin də hal-hazırda bütün markalarda, hər bir satışda da qiymətlər 2-3 qat qalxır və onu düşünərəkdən bəzən kişilər böyük bir stres keçirirlər, panikaya düşürlər. Artıq bunu düşünərəkdən bir neçə müddət ərzində artıq depressiv ruh halı yaşamağa başlayırlar. Əslində bu günü biz keçmişə qayıtsaq 8 mart gününü görərik ki, qadınlar
illərdir, tarixi dövrdən bu gündə bu günün üçün əslində 8 mart bir inqilab günüdür. Bir qadınların mübarizə günüdür. Biz qadınların kişilərlə bərabər hüquqlu olmaq, onların hüququna çatmaq, hüquqlarımızı genişləndirmək, biz qadın həmrəyliyimizi qorumaq günüydür. Həmin vaxtı tarixdən belə məlumdur ki, indi bəlkə də araşdırsalar görərlər. Qadınlar həmin vaxtı nə istəyirdilər? İstəyirdilər ki, işlədiyi mühitdə az maaş olmasın, daha yaxşı şəraitdə işləsinlər, uzun müddəti işləməsinlər və kişilərlə bərabər hüquqlu olsunlar. Onlar səs verə bilsinlər, seçkilərdə iştirak edə bilsinlər. Ailədən və işlədiyi yerlərdən belə deyək ki, daha belə deyək ki, şiddətə məruz qalmasınlar, daha sülh olsun, azadlıq olsun. Əslində 8 martın tarixi elə oradan başlanılır Səmaya xanım. Amma indi bu bizim üçün də bir növ belə deyək də, o bəzi özəl günlər var da, vəsilə və bəhanədir bizim üçün. Çünki ən az o sevildiyimizi, diqqəti, qarşımızdakı ya da yanımızdakı insanın bizə olan qayğısını, heç olmasa həyatın müəyyən o şərtlərindən, problemlərindən ayrılıb bir gün onu hiss edək öz üzərimizdə. Bu sanki biz bir də mənim üçün nə fərqlidir? Bax, bayaq siz də dediniz ki, qadın və kişi beyin arasında fərqlər var. Bu da təbii ki, xarakterlərdə və yanaşmalarda özünü göstərir. Bəs yaxşı, qadın və kişi beyin arasındakı bu fərq yaşla dəyişir və neytrallaşırmı, yoxsa bu elə bir ömür belə də gedir? Ümumiyyətlə götürsək, kişilərdə və qadınlarda inkişaf dövrünə baxsaq, yaşa doğru olaraq, qadınlar kişilərdən təxminən 5 il öncə düşünə bilirlər. Qadınlar daha belə deyək ki, öngörmələri, daha belə hər şey, situasiya, detallı yanaşmaları tərəfindən belə götürülür. Əgər evlilik yaşını götürsək, belə deyərdik ki, kişi əgər 30-35 yaşında özünü yetişkin bilirsə, qadın artıq 25-30 yaşında o səviyyəyə çatmış ola bilir. Və bu yaş dövrünü nəzər yetirsək görərik ki, hər hansı bir hadisələrə qarşı qadın daha detalçı, daha həssas, daha emosional yanaşsa belə, kişilərin bəzən belə deyək ki, duya bilmədikləri, hiss edə bilmədikləri və görə bilmədikləri halları qadın görə bilir. Sadəcə olaraq kişi daha təmkinli, daha belə deyək ki, ötəri, belə deyək ki, qadın adətən, biz müasir dövrdə budur da, qadın kişi ilə mübahisəsi düşəndə nə olur? Qadınlar ağlayır, emosional olur, başlayır yazmağa, daha çox mesaj yazır, yığır, zəng edir, arayır, axtarır, öz fikrini çatdırmağa çalışır, özünü daha sübut etməyə çalışır. Amma kişilər neyinir? O da verilən mesaja bir cümlə ilə cavab verə bilər və yaxud da ki, ümumiyyətlə cavab verməyə bilər. Bəzən qadınlarımızı qıcıqlandıran da budur. Bu nədən irəli gəlir təbii ki? Bəzən qadınlarımızda kişilərdən asılı qalmaq halı kimi bir duyğular yaranır. Onsuz həyatının olmayacağı deyə bir duyğular yaranır və yaxud da o olmasa belə həyat olmayacaq deyə bir düşüncələr yaranır. Sanki özünü ondan asılı salmış bir vəziyyətə yaranır. Bunu da yaradan kimdir? Bunu da yaradan yenə biz öz qadınlardır. Kişilərin onlara verdiyi o, kişilərdə bəzən olan özgüvən, qadınlarda hiss eləyəndə ki, bu zəifdir, artıq məndən asılı vəziyyətdədir. Kişi daha da bu belə deyək, addımları irəliləmiş olar. Xüsusən bu narsist şəxsiyyət pozuntusu olan kişilərdə olur. Bir də, məsələn, belə bir fikir var adətən ki, bəylər əgər qarşısındakı xanımları, necə deyil, o sevgini qazanmaq üçün çox cəhd göstərirlər, belə daha incə davranırlar. Amma nə zaman ki, hiss edirlər ki, artıq bəli, bu xanımın da ona qarşı müəyyən mənada sevgisi, hissi var. O qazanıb onun sevgisini, ondan sonra kişilər dəyişir. Həqiqətən də belədir. Kişilər bəzən o qadının o sevgisini, hisslərini duyanda daha relaks olurlar, rahatlamış olurlar və hətta o qədər bəzən qadına qarşı soyuqqanlı davranmağa başlayırlar. O deyir, kişi, qadın kişiyə hər bir şeyini verdikcə, sevgisini, diqqətini, qayğısını, məhəbbətini verdikcə kişi biraz da daha da çəkilə bilər. Amma çox maraqlı burasındadır, kişilər o tərəfdən də deyim ki, o qayğıda, diqqətdə azacıq da olsa azalma olanda kişi artıq onu duya bilir. Necə duya bilir ki? O deyil. Bir də belə bir şey var. Qadın o qədər sevgi verər, diqqət verər, istər ana baxımından, yəni övladına, istər belə valideynlərinə, istər həyat yoldaşına, istər sevdiyi bir şəxsə. Amma o qırğınlıq yarananda, çünki qadın bir həssas bir, belə deyək, qüvvədi məxluqdur. O yarandıqda belə qadın elə bir gedər, qadın elə bir geri çəkilər ki, yəni onun varlığı belə əvvəllər necə olmuşdur, belə kişilər duya bilməz. Ona görə əziz kişilər, qadınlarımızın qədrini bilin. Doğrudan da bugün bir fürsətə çevrildi əslində. Amma buna baxmayaraq qadın bir incə məxluq olaraq, yəni bunu kiçik bir hədiyyə ilə
qadın qulağı ilə sevir, təbii ki, bilirik. Bir təbriklə etmək hər bir qadın üçün böyük bir, belə deyək, stimul ola bilər. Mən onu da qeyd edim ki, psixiatrik xəstəliklərin, psixi pozuntuların, istər depressiya, istər nevroz, istər panik atak, istərsə də bəzi ruhu xəstəliklərin, şizofreniya, bipolar affektiv pozuntu olsun, onların yaranmasında, təkan verməsində əsas faktor stres roludur. Stres rolunda da təbii ki, burada ailə-daxili münasibətlərdə olan pozuntular, xüsusilə də kişi və qadın münasibətlərdə olan pozuntular, müayinəmə gələn şəxslərin, ən çox qadınların səbəbkarı məhz siz kişilər olursunuz. Ona görə qadınlar hər zaman siz kişilər olursunuz. Buna görə qadınlarınıza diqqəti, qayğını və sevgini əsirgəməməyinizi diləyirəm. Çox sağ olun Ayten xanım. Bircə cümləylə sizdən bir şey də istəyəcəm. Bəzi xanımlarımız ümumiyyətlə heç kimdən hədiyyə gözləmirlər və onlara istəyirəm bir cümləni özünə dəyəri biz necə ifadə edə bilərik xanımlarımıza? Hansı qadınlar ki, özünə diqqəti bir o qədər gözləmir? Ayaqları üstündə duran qadın. Özü artıq öz, belə deyək, müəyyən bir sözünü demiş qadın, maddi tərəfdən, istər mənəvi tərəfdən, iş fəaliyyətində perspektivaları əldə etmiş qadın artıq o kişi tərəfindən umacağı mövqeni də gözləmir. Çünki qadın doğrudan da, əgər ki, mən deyən faktorlar qadında varsa, qadınlar hətta kişilərlə bərabər hüquqlu olmağından rəğmən onlardan hüquq tərəfdən də, istər işləmək cəhətdən də, enerji baxımından da daha yüksək ola bilir. Biz qadınlarımızı sevirik. Çox sağ olun Ayten xanım, təşəkkür edirəm. Minnətdaram. Biz bir daha sizi də təbrik edirik və sabahki bayram münasibətilə bütün xanımlarımızı təbrik edirik.